Həkim-terapevt Zakir Quliyev deyir ki, insanlarda gil, təbaşir, torpaq, kömür, sabun, hətta dəmir yemək istəyi əsasən vitamin çatışmazlıqlarından irəli gəlir. Əslində bunun bir səbəbi var. Bədəndə çatışmayan hər hansısa bir elementi bədən tələb edir, bədən istəyir. Ən çox da bunu gördüyümüz səbəb dəmir defisiti, anemiyadır. Xüsusən də gənc xanımlarda bunu biz tez-tez müşahidə edirik. Xüsusən də təbaşir yemək, istər-istəməz gil yemək, torpaq yemək. Niyə? Çünki onların tərkibindəki dəmirin miqdarı həddən artıq çoxdur. Və dəmir çox olduğuna görə də bədən onu tələb edir. Bəzən də ola bilər ki, əksinə, bəzi insanlarda psixolojik problemlər olur ki, buna bağlı olaraq da bu ehtiyacları artır. Bəzən hamiləlik dönəmində isə bədənin dəmir tələbatı artdığına görə hamiləlik dönəmində də biz bunu tez-tez müşahidə edirik biz. Mütəxəssis bildirir ki, bu maddələri yemək sağlamlıq üçün ciddi risklər yaradır. O deyir ki, belə vərdişlər həzm sisteminə zərər verə, bağırsaq tutulmasına, infeksiyalara, hətta zəhərlənməyə səbəb ola bilər. Biz hər hansısa bir təbaşir, torpaq yediyimiz zaman, bu zaman orada bədən üçün yad olan mikroelementlər keçə bilər, yad olan maddələr keçə bilər. Bizdə ciddi allergik reaksiyalar verə bilər. İnfeksiya riski yüksək olur. Bunlarda xüsusən parazit mənşəli infeksiyaların burada həddindən artıq çox olması olur. Bundan başqa mədə-bağırsaq sistemində də ciddi problemlər gətirib çıxardır.